O gün Əli Əsədovun bir videosunu atıblar mənə. Əli Əsədov bilirsiniz ki, Azərbaycan Respublikasının baş naziridir. Həqiqətən də baxıram ki, bu adam yaşlıdır, yaşı var, başı var, amma Azərbaycan dilində sərrast danışa bilmir bir insan. Həqiqətən də elə cümlələr qurur ki, bilmirsən orada İlham Əliyevə vəli deyir, dəli deyir, anlaya bilmirsən. İndi həmən o videonu sizlərə təqdim edirəm, sizlər də baxın və öz beyninizlə oturun fikirləşin ki, görün bizi hansı şiziklər idarə edir. Möhtəşəm zəfərimizdən qazanılmış, təmin qazancın, möhtəşəm qələbəmizin qazanılmasında və milli təhlükəsizliyin daha da gücləndirilməsi Ali Başkomandan Prezident Cənab İlham Əliyev tərəfindən qarşımızda qoyulan Prezident Cənab İlham Əliyev tərəfindən deputatların qaldırdıqları məsələlərin biri qazlaşdırma ilə bağlıdır. Qeyd etməliyəm ki, hazırda ölkəmizdə qazlaşdırılması həyata keçirilməyən hər bir hansı region yoxdur. Ölkə ərazisində qazlaşdırılmanın başa çatdırılması hökumətin əsas hədəflərindən biridir. Bu bizim baş nazirimizdir. Həqiqətən də İlham Əliyevin ehtimal göstərdiyi baş nazir. İndi görün ki, İlham Əliyev belələrinə vəzifə verir. Bu iki eşeğin arpasını bölə bilmir Əli Əsədov. Bu günləri bu adam oliqarx həyatı yaşayır. Azərbaycanda bunun top dağılmaz sərvəti var. Avropada bunun top dağıtmaz sərvəti var və bunların küçükləri də var. Və bu küçüklər Avropaya yerləşirlər. Azərbaycandan bunlara saxta sənədləri, zatları düzəldirlər. Bunlar ki, Azərbaycanda təhdid altındadırlar. Gəlirlər burada oturmalılar və bu şiziklərin bizneslərini idarə edirlər. Bax, məsələ budur. Biabırçılıq budur. Həqiqətən də hər bir Azərbaycanlı olan bir vətəndaş oturub fikirləşməlidir ki, bu günləri gör bizləri kimlər idarə edir. Bunlar Azərbaycanı idarə eləmir, bunlar Azərbaycanı sümürür və məhv aparırlar. Və bizim nəinki özümüzü, bizim gələcəyimizi, bizim balalarımızı məhv aparırlar. Bizim gələcək nəslimiz məhvə doğru gedir. Ayılın da insanlar, ayılın ki, bu çobanlar nə vaxta kimi bizi idarə eləyəcəklər.